Salam, hər vaxtınız xeyir olsun. Demək, bu günləri tibb idarəsinin rəis müavini vəzifəsində xidmət edən Oktay Babayevin ehtiyata buraxıldığını xəbərini eşitdim. İstədim ki, bu barədə ümumi məlumat verim. Oktay Babayev kimdir? Tibb idarəsi rəisi polkovnik İsmailov Anarın təşəbbüsü ilə tibb idarəsində motatıcı pexota müavini ştata açılaraq Naxçıvan Hərbi Polisinin sabiq rəisi, hal-hazırda ehtiyatda olan polkovnik Oktay Babayev tibb idarəsinin rəis müavini vəzifəsinə gətirilir, təyin edilir. Polkovnik Oktay Babayev vəzifə təyinatından sonra ona Naxçıvan Hərbi Polisinin rəisi olmaq üçün dəstəkçi olan, ehtiyatda olan baş gizir vəkil Rəcəbovu tibb idarəsinin kadrlar bölməsinin rəisi vəzifəsinə, baş giziri vəzifəsinə gətirir, təyin etdirir. Daha sonra El-Sahili hərbi hissənin komandiri müavini mayor İlham Haqverdiyevi Müdafiə Nazirliyinin sanatoriyasının rəisi vəzifəsinə təyin etdirir. Baxın ha. Sanatoriyanın rəisi vəzifəsinə təyin edildikdən sonra İlham Haqverdiyevin yaxın dostu 230 nömrəli hərbi hissə, yəni Gəncə hospitalına hərbi qulluqçu mayor Baxşov İlqar tibbi sənədlər arxivinin rəisi təyin edilir. Məlumata görə kadrlar idarəsində şöbə rəisi Anar Səfərov əvvəllər Naxçıvanın kadrlar rəisi olmuş, polkovnik Babayev Oktay və dəfələrlə rüşvət alma faktı ilə məhkum olmuş mayor İlham Haqverdiyevi çox yaxın ailəvi dostdular. Qeyd olunanlarla bağlı polkovnik Babayev Oktay Respublika Hərbi Prokurorluğunda tərəfindən 48 saat həbs barəsində həbs qəti imkan tədbiri də seçilmişdi hətta. Lakin bugünkü günə qədər vəkil Rəcəbov tibb idarəsinin kadrlar bölməsinin rəisi vəzifəsində xidmət edir. Müdafiə Nazirliyinin baş direktorunun anası müalicə eləyən həmin bu Anar İsmailov həkim olma statusundan istifadə edərək şəxslərin yerdəyişməsi ilə də məşğuldur deyilənə görə. Bilirsiniz ki, hal-hazırda qazilərin, müharibədən sonra əlilliyi olan şəxslərin hospitalın hərbi poliklinikasında komissiyadan keçməklə bağlı tez-tez problemləri olur. Bu problemlərdən biri də ondan ibarətdir ki, komissiyadan keçən hərbi qulluqçular bir ay yarım müddət ərzində həmin xəstəlik haqqında şəhadətnaməni almaqda çətinlik çəkirlər. Düşünürdüm ki,